Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə mən sizə Robert Gandinin öyrənmənin şərtləri nəzəriyyəsinin izahını təqdim edəcəm. Bu nəzəriyyəmiz bizim həm öyrənmənin şərtləri nəzəriyyəsi kimi, həmçinin də öyrənmənin 9 dənə addımı formasında qarşımıza çıxa bilər. Deməli, nəzəriyyəmizdə nədən bəhs olunur? Nəzəriyyə dərsin gedişatı ilə bağlı olan bir nəzəriyyədir. Gani bu nəzəriyyədə öyrənməyə nələr təsir edir, öyrənmənin şərtləri nələrdirsə, onlar haqqında məlumat verir. Biz indi birazdan öyrənmənin 9 dənə addımı haqqında sizlərlə danışacağıq. Görəcəksiniz ki, yəni yad xüsusiyyətlər deyil də, bugünə kimi keçdiyimiz mövzulara istinad olmuş, ümumiləşdirilmiş fikirlər burada da qarşımıza çıxa bilər. Hətta bu nəzəriyyə ilə, bu 9 dənə addımla biz sabahki dərsimizi planlaşdırıb da gedə bilərik. Biz artıq bilirik ki, müasir metodla əvvəlki kimi müəllim məcbur deyil ki, fəal dərsin 7 dənə mərhələsini ardıcıl şəkildə o mərhələlərə uyğun dərsini təşkil etsin. Müasir metodla müəllimin qarşısına qoyulan vəzifələrdən biri odur ki, dərsin əvvəlində qoyulmuş təlim nəticəsi nədirsə, həmin o təlim nəticələrini şagirdləri çatdırsın. Yəni artıq hansı üsullardan istifadə edər, hansı metodlardan istifadə edər, müəllim artıq onu özü seçir. İstər bu 9 dənə addımdan istifadə edərək planlaşdırma edə bilər, istər beşik modelindən və s. kimi üsullardan istifadə edərək öz planını qura bilər. Deməli, bu nəzəriyyədə biz dedik ki, dərsin gedişatı ilə bağlı olan bir nəzəriyyədir və Ganiyə görə öyrənməyə təsir edən 2 dənə amil var. Bunları özünüzdə qeyd edərsiniz. Mən özüm loru dildə sizə izahını verirəm. Deməli, Gani deyir ki, öyrənməyə təsir edən 2 dənə amil var. Daxili amil və xarici amil. Daxili amil odur ki, insanın öz potensialı, istedadı, biliyi, bacarığı, yaddaşı, qavraması, zehni, bunlar insanın daxili faktorlarıdır. Yəni kənar təsirlərlə yox, insanın özündə olan, özündə formalaşan təsirlərdir. Məsələn, elə uşaq var ki, o uşağın yaddaşı çox güclüdür. Oxuduğu informasiyanı çox yaxşı yadda saxlaya bilər. Hətta 2-3 il bundan əvvəl oxuduğu hər hansı bir informasiyanı da yaxşı şəkildə xatırlaya bilir. Amma elə uşaq da var ki, bugün oxuyur mövzunu, sabahsı gün unudur artıq. Yəni onun yaddaşı zəifdir. Artıq daxili faktorlar insanın öz potensialıdır. Öyrənməyə təsir göstərir bu faktorlar. Potensialı güclü olan şagirdlər var, istedadlı olanlar var, biliyi, bacarığı, yaddaşı, qavraması, zehni. Bunlar belə deyim ki, daxili faktorlar, daxili amillər gedir. Xarici amillər nələrdir bəs öyrənməyə təsir edən? Xarici amillər isə sosial mühit, təlim mühiti və müəllim faktoru aid olunur xarici amillərə. Məsələn, müəllim faktoru deyəndə elə uşaq var ki, hər hansı bir dərsi keçən müəllimindən zəhləsi gedir. Yəni onunla münasibəti o qədər yaxşı deyil. Həmin o müəllimi sevmir deyə artıq həmin o müəllimin fənninə qarşı da oxumaq istəyi, həvəsi zəifləyir. Yəni müəllimi sevmir, fənninə qarşı da maraq get-gedə azalır uşaqda. Yəni birbaşa artıq xarici amil təsir edir uşağın öyrənməsinə. Yəni bu artıq müəllim faktoru gedir. Və yaxud da sosial mühit. Məsələn, elə şagird var ki, yaxşı oxuyan bir şagirddir, amma o düşür o sosial mühit, öz sinif yoldaşları və yaxud da dostları oxumayan uşaqlar olur, nə bilim, gəzib əylənməyi xoşlayan uşaqlar olur ki, dərslə arası olmayan. Artıq həmin uşaq da o sosial mühitə düşdükcə, həmin o uşaqları gördükcə, onlarla daha çox ünsiyyətdə olduqca başlayır bu da artıq oxumağa qarşı həvəsi ölməyə. Artıq bu da sosial mühit ona təsir etmiş olur. Təlim mühiti də artıq, yəni bizim dərs mühitimiz, təşkil etdiyimiz dərsimiz, sinif mühiti nəzərdə tutulur. Yəni Robert Gani deyir ki, insanın, uşağın öyrənməsində bu 2 dənə amil təsir edir. Daxili amillər, yəni insanın özündə olan, özündə formalaşan təsirlər, istedaddır, bilikdir, bacarıqdır, yaddaşdır, potensialdır. Bir də xarici amillər sosial mühitdir. Sosial ətrafda olan insanlar necədirsə, həmin o mühitə düşdükcə, həmin o mühit də təsir edir. Və yaxud da müəllim faktoru, müəllim dərsi nə qədər həvəslə, yaxşı şəkildə keçsə, artıq uşağın da marağı artır, daha yaxşı öyrənməyə başlayır. Və yaxud da müəllimdən zəhləsi gedirsə, artıq fənninə qarşı da marağı sönmüş olur uşağın. Və dedik ki, bir də təlim mühiti, yəni sinif mühiti, dərs mühiti, bunlar nəzərdə tutulur. İndi isə mən sizə bu sırf kitabda olan 1-2 dənə cümləni qeyd edeyim. Testlərdə sizin olduğu kimi qarşınıza çıxa bilər. Çünki biz bilirik ki, hər bir nəzəriyyəndə müəyyən qədər fikirlər verilir ki, onlar testlərdə olduğu kimi qarşımıza çıxır və hansı nəzəriyyəyə aid olduğu soruşulur. Deməli, Gani deyir ki, Gani burada qeyd edir ki,
baxın, Ganiyə görə şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Yəni bu doğrudan da belədir. Adi biz Ganiyə deməsin, ümumiyyətlə kurikulum sistemində də biz deyirik ki, şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Yəni ki, şagird bu gün nə öyrənəcək yox, necə öyrənəcək? Biz ona fokuslanmalıyıq. Yəni şagirdin necə öyrənməsi nə öyrəndiyindən daha önəmlidir. Bu fikir olduğu kimi testlərdə qarşınıza çıxar ki, məsələn, hansı nəzəriyyəyə aid olan fikirdir. Və yaxud da burada qeyd olunan Ganiyyə görə öyrənmə müşahidə olunan davranışın nəticəsi kimi başa düşülür. Baxın, bu cümlədə sizin testlərdə qarşınıza çıxar ki, Ganiyyə görə deyir, öyrənmə müşahidə olunan davranışın nəticəsi kimi başa düşülür. Məsələn, biz bilirik ki, müəllim dərs prosesində uşaqları daima müşahidə etməlidir. Yəni müəllim müşahidə edir ki, dərs prosesində onun hərəkətlərindən, onun mimikalarından, jestlərindən, danışığından artıq bu uşaq öyrənib nəyisə başa düşübmü, başa düşmübmü, yoxsa yalandan bəli öyrənmişəm deyir. Yəni artıq müşahidə etməklə onun o davranışı nəticəsi kimi artıq müəllim öyrənir ki, hə bu uşaq nəyisə başa düşübmü, başa düşməyibmi. İndi isə keçək Robert Ganiyinin 9 dənə addımı. Baxın, burada addımlarda öyrənmənin şərtləri barədə mən qeyd etdim. Daxili amillər, xarici amillər təsir edirdi. Bu da bulunma görə ortaq olan xüsusiyyət. Əsas olan, vacib olan bizə bu nəzəriyyədə bu öyrənmənin addımlarıdır. Bu öyrənmənin addımları da biz dedik ki, 9 dənə addımı var və bu 9 dənə addımı biz ardıcıl şəkildə yadda saxlamalıyıq. İndi bir-bir adlarını sadalayaq, sonra isə hər birinə aid olan xüsusiyyətləri ayrı-ayrı vurğulayacağam. Deməli, birincisi yazılıb ki, şagirdlərin diqqətini dərsə cəlb etmək. Biz bilirik ki, motivasiya mərhələsi. İkincisi deyilir ki, şagirdlərin təlim nəticələrinə elan etmək. Biz bilirik ki, zaten bundan əvvəlki dərslərimizdə də müəllim nə etməlidir? Təlim nəticələrini, dərsimizin məqsədini şagirdlərə əvvəlcədən elan etməlidir. Əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq, yəni təkrar etmək, köhnə mövzulara istinad etmək, köhnə mövzulardan sual-cavab etmək. Dördüncüsü, dərsin mövzusunu təqdim etmək, yəni müəllim tərəfindən dərsin mövzusunu təqdim etmək. Hansı şagirdlərin öyrənmə tərzlərini nəzərə alaraq mövzunu təqdim etməlidir müəllim. Öyrənməni təmin etmək. Burada artıq müəllimin scaffolding, indi birazdan açıqlama verəcəyik hər birinə. Bilik və bacarıqların tətbiqini təmin etmək. Öyrəndiklərini artıq praktiki olaraq icra etmək, tətbiq etmək. Əks əlaqə qurmaq biz bilirik ki, rəy vermək, düzgün konstruktiv rəydən istifadə etmək, təlim nəticələrini reallaşdırmaq səviyyəsini müəyyənləşdirmək. Bu artıq ikinci mərhələdə qoyulmuş təlim nəticələrinə şagirdlər çatıbmı, çatmayıbmı, onu ölçmək, qiymətləndirmə aparmaq deməkdir. 9-cu mərhələdə isə deyilir ki, informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Yəni bildiklərimizi daha da möhkəmləndirmək. Bunu ev tapşırığı formasında şagirdlərə təqdim edə bilərik. İndi hər bir mərhələ haqqında ətraflı şəkildə danışaq. İndi isə keçək bu 9 dənə addımın izahına və burada deyir ki, Ganiyyə görə bu addımlar olmadan hətta ən savadlı müəllim belə təlim prosesini səmərəli təşkil edə bilməz. Yəni Ganiyyə deyir ki, nə qədər savadlı olursunuzsa olun, ancaq mənim bu tətbiq etdiyim addımları dərsinizdə tətbiq eləsəz, nəsə orada öyrənmə təşkil edə bilərsiniz. Yoxsa da heç bir şagirdə heç nəyi öyrədə bilməzsiniz deyir. Sonra gələk birinci addıma. Birinci addımda deyir ki, şagirdlərin diqqətini dərsə cəlb etmək. Bunu biz zaten bilirik. Motivasiya mərhələsini keçmişdik sizlə. Dərsin ilk mərhələsi motivasiya. Yəni motivasiya nə idi? Şagirdləri dərs prosesinə maraq oyatmaq. Yəni sinifdəki bütün şagirdlər aktiv şəkildə prosesi cəlb etmək. Şagirdləri qarmağa keçirtmək. O Robert Phillips'in bir dənə cümləsi var idi. Şagirdləri qarmağa keçirtmək. Yəni sinifdəki bütün dərs prosesi elə qurulmalı idi ki, əvvəlcədən müəllim sinifdəki bütün şagirdləri prosesi cəlb etməli idi. Onların fikirləri artıq dərsə köklənməli idi. Və burada da şagirdləri dərsə cəlb etmək üçün müxtəlif üsullar biz zaten keçmişdik. Burada olanları da yadda saxlayın. Şagirdlərə düşündürücü, maraqlı, provokativ suallar vermək. Yəni iki başlı provokativ suallar, düşündürücü suallar vermək, digər şagirdlərin cavablandıracağı suallar vermələrini xahiş etmək.
müxtəlif fəallaşdırma üsullarından istifadə etmək, hər hansı bir şəkil, video çar və audiodan istifadə etmək, yəni səsli yazılardan nədənsə istifadə etmək, problemli situasiya yaratmaq, hər hansısa maraqlı hadisə və ya faktı danışmaq, kiminsə təcrübəsini paylaşmaq və s. Yəni biz zaten motivasiya üsullarını bilirik, keçmişdik sizlərlə. Vizual alətlərdən istifadə edə bilərdik, maraqlı başlanğıc edə bilərdik, müxtəlif crosswordlardan, əyani vəsaitlərdən istifadə edə bilərdik. Müəllim dərslə bağlıdırsa əgərləri öz şəxsi təcrübəsi ilə bağlı müəyyən qədər danışa bilər. Musiqidən istifadə edə bilərdi. Ondan sonra müxtəlif hərəkətlərdən, əvvəlki dərsdən əlaqə yarada bilər. Əyani vəsaitlərdən hər hansı bir mətn verib, o mətnin içərisində boşluqlar qoyaraq onun şagirdlərin doldurmasını və s. Yəni üsullar çoxdur, müəllimin öz yaradıcılığına əsaslanır. Yəni bir sözlə məqsəd burada sinifdəki bütün şagirdləri aktiv şəkildə prosesə cəlb etməkdən ibarət idi. İkinci addımımız gəlir orada. Şagirdlərə təlim nəticələrini, dərsin məqsədini elan etmək. Ümumiyyətlə, hər bir insanda məqsəd olmalıdır. Hər bir işdə məqsədlə irəli getməliyik. Həmçində dərs prosesində də uşaqlar bilməlidirlər ki, mən bugünkü dərsdə mənim məqsədim nədir? Mən bugünkü dərsdə nəyə görə iştirak edirəm? Məqsəd nədir bu dərsdə? Artıq şagirdlərə əvvəlcədən o dərsin məqsədini, nəticəni biz onlara bildirməliyik ki, uşaqlar, siz bugünkü dərsdə, dərsin sonunda bu nəticələri, bu bilik bacarıqları əldə edəcəksiniz. Yəni bir növ uşaqlara əvvəlcədən təlim nəticələrini biz bildirməliyik, dərsin məqsədini. Öyrəniləcək informasiyanın aktuallığı, həyatda harada və necə istifadə olunacağını göstərmək, şagirdlərdən təlim nəticələrini anlayıb anlamadıqlarını soruşmaq. Təbii ki, biz uşaqlara o təlim nəticələrini təqdim etməliyik və onları soruşmalıyıq ki, siz bu təlim nəticəsini başa düşdünüzmü? Yəni siz bugünkü dərsin sonunda nə əldə edəcəyinizi bildinizmi? Başa düşdünüzmü? Onu biz uşaqdan soruşmalıyıq. Şagirdlərin nə əldə etmək istədikləri ilə maraqlanmaq. Bunlar hamısı nəyə aiddir? Təlim nəticələrini, dərsin məqsədini elan etmək. Bir növ burada, yəni scaffoldingdə keçmişlikdə biz sizlə Lev-Vygotsky nəzəriyyəsində təlim nəticələrini, qiymətləndirmə meyarlarını uşaqlara əvvəlcədən elan etmək bir növ scaffoldinglik fəaliyyəti idi. Bir də bu addımları bayaq dediyim kimi ardıcıl şəkildə yadda saxlayırsınız. Birinci, şagirdləri diqqəti dərsə cəlb etdi. İkinci, təlim nəticələrini, dərsin məqsədini elan etdi. İndi isə gələk üçüncü mərhələyə. Üçüncü mərhələ əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaqdır. Yəni burada artıq təkrar, yeni mövzu hələ keçməmişik, yeni mövzuyu keçmək istəyirik və əvvəlki mövzularda, məsələn, uşaqlar bugün keçəcəyimiz mövzu ilə əlaqələndirmə aparırıq. Uşaqlar, biz keçmişdik, bundan əvvəl isim mövzusunda keçmişdik. Artıq həmən o mövzu ilə bağlı uşaqların hər hansı bir çətinliyi varsa, həmən o çətinliyi aradan qaldırmaq lazımdır. Yəni yeni mövzu keçməmişdən əvvəlki mövzuları istinad etmək, bugünkü mövzu ilə əlaqə yaratmaq lazımdır. Əvvəlki biliklərlə bağlı sual vermək. Yəni testlərdə də bunu ayırd edə biləcəksiniz. Əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq, köhnə mövzuları, əvvəlki mövzulara istinad etmək. İndi 5-ci mərhələdə də bir məqam var. Onu sizə ayırmağın yolunu deyəcəm. Amma həmişə yadda saxlayın ki, müəyyən fikirlər, məsələn, burada verilən hər iki dənə fikir verilə bilər testlərdə qarşınıza. Bu vaxtda siz artıq 3-cü mərhələni götürəcəksiniz. Sonra gəlir burada 4-cü mərhələ. 4-cü mərhələ nədir? Dərsin mövzusunu təqdim etmək. Yəni dərsin mövzusunu təqdim etmək burada artıq müəllim fəaliyyətidir. Yəni müəllim dərsi şagirdlərə necə təqdim etməli idi? Bundan əvvəlki dərslərimizdə biz keçmişdik. O diferensial təlimdə proses komponenti keçmişdik. Düzdürmü? Proses komponentində nə deyirdik? Deyirdik ki, müəllim uşaqlara dərsi öyrənmə tərzlərinə uyğun şəkildə təqdim etməli idi. Yəni hər bir şagirdin öyrənmə tərzi fərqlidir, düzdürmü? Öyrənmə tərzlərimiz hansılar idi? Gəlin yadımıza salaq. Vizual, yəni gözlə görərək, audial eşidərək, kinestetik toxunaraq və oxuyub yazaraq öyrənmə tərzlərimiz var idi. Yəni müəllim dərsin mövzusunu təqdim edəndə onların öyrənmə tərzlərini, müxtəlif yollarla öyrənmə tərzlərini nəzərə alaraq müxtəlif yollarla təqdim etməli idi. Baxın, burada da eyni informasiyanı müxtəlif formatda təqdim etmək. Video, əyani nümayiş, mühazirə, qrup işi, təlim nəticələrinə nail olmaq üçün düzgün metodlardan istifadə etmək. Məsələn, əgər mövzu ilk yardımın göstərilməsidirsə, bununla bağlı video çarxın nümayişi həm əyani şəkildə, həm simulyasiyalardan istifadə etmək, məqsəd, yəni orada rollu oyunlardan, simulyasiyalardan istifadə edə bilər. Yəni təlim nəticələrinə uyğun olaraq müxtəlif metodlardan istifadə edərək müəllim mövzunu təqdim edə bilər ki, uşaqlar daha yaxşı orada öyrənə
öyrənə bilsinlər. Bu dərsin mövzusunu təqdim etməkdir. İndi gəlir 5-ci mərhələmiz. 5-ci mərhələmiz öyrənməni təmin etməkdir. Bayaq 4-cü mərhələdə biz dedik ki, dərsin mövzusunu təqdim edir. Yəni burada daha çox müəllim ön planda olur da. Yəni müəllim mövzunu şagirdlərin öyrənmə tərzlərinə uyğun şəkildə informasiyanı təqdim edirdi. 5-ci mərhələdə isə burada artıq şagird də araşdırır, şagird də aktivdir. Amma hələ tapşırığı tətbiq etmə mərhələsinə keçməyib. Tətbiq etmə mərhələsi 6-cı mərhələdədir. Bunlar çünki ardıcıl gəlir. Testlərdə də çaşdırmaq üçün, məsələn, bunları qarışdırıb verəcəklər. Həmişə yadda saxlayın ki, hələ bilik və bacarıqların tətbiqi, yəni tapşırığın tətbiq mərhələsi 6-cı mərhələdədir. 6-cı mərhələyə kimi uşaq tapşırığı icra etmir. Deməli 5-ci mərhələdə öyrənməni təmin etmək. Öyrənməni təmin etməkdə müəllim daha çox fasilitator, scaffolding, yol göstərən tərəfdə çıxış edir. Yəni scaffoldinglik olur. Burada indi nümunələrdən də görəcəksiniz. Baxın, öyrənməni təmin etməkdə deyilir ki, əlavə resurslarla təmin etmək. Yəni müəllim uşaqlara əlavə resursla təmin edir. Yəni bir növ scaffoldinglik edir. Öyrənməni təmin etmək üçün, daha da kömək göstərmək məqsədi ilə uşaqlara əlavə resursla təmin edir. Tapşırığı yerinə yetirə bilməsi üçün ona istiqamət verir. Lazımi məqamda nə edir? Dəstək göstərir. Yəni scaffoldinglik edir. Qiymətləndirmə rubriki ilə təmin etmiş olur. İndi burada müəyyən belə deyim ki, məqamlar var. Bu qiymətləndirmə rubriki ilə təmin etmək 8-ci mərhələdə də bizim qarşımıza çıxa bilər. Amma belə deyim ki, 8-ci mərhələdə olan qiymətləndirmə artıq indi izah verəndə biləcəksiniz. Yəni bu artıq son fəaliyyətdə bütün fəaliyyətlər, bütün tapşırıqlar bitəndən sonra son mərhələdir, qiymətləndirmə mərhələsidir, dərsin sonluğudur. Amma burada isə müəllim şagirdlər tapşırığı işləyərkən, yəni ki, düzdür, hələ tətbiq mərhələsinə keçməyib, sadəcə öyrənməni təmin etmək üçün qiymətləndirmə rubrikini təqdim edir ki, daha düzgün istiqamət götürsünlər. Yəni şagirdlər tapşırığı işləyərkən, sonra işləyən zaman artıq o qiymətləndirmə rubrikinə baxaraq, çünki qiymətləndirmə rubrikini biz bilirik ki, şagirdlərə əvvəlcədən təqdim etmək lazımdır da, düzdürmü? Həmin o qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olur uşaqlar. Yəni oradan bir düzgün istiqamət götürür də uşaq. Mən yəni nə etməliyəmsə, oradan bir düzgün istiqamət götürmək üçün o qiymətləndirmə rubrikini öyrənməni təmin etmək mərhələsində biz uşaqlara təqdim edə bilərik. Mövzu ilə bağlı araşdırmalara yönəldə bilərik. Həyati situasiyalar təqdim edə bilərik. Baxın, həyati situasiyalar təqdim etməkdə gedib şagirdlərin diqqətini dərsə cəlb etmə mərhələsi götürmür. Şagirdlərin diqqətini dərsə cəlb etməkdə biz deyirik ki, problemli situasiyalar, yəni orada məqsəd nədir? Sırf bütün sinifdəki uşaqları prosesə cəlb etmək, yəni onların fikirlərinin diqqətini dərsə cəmləşdirməkdən ibarətdir. Amma burada hər hansı bir həyati situasiya təqdim edirsə, burada artıq sırf belə deyim də, uşaq yeni tapşırıqla bağlı hər hansı bir çətinlik çəkirsə, həmin o çətinliyi aradan qaldırmaq məqsədi ilə nəsə real həyati bir situasiya üzərindən ona izah verə bilər. Burada artıq real həyati bir situasiya nümunə gətirərək onun üzərindən ona izah verə bilər. Birazdan testlərdən də mən sizə izah verəcəm. O vaxtı bunları ayırmağı biləcəksiniz. Sonra yeni mövzunun tədrisi zamanı əvvəlki dərsə inteqrasiya etmək. Şaquli inteqrasiya var burada. Baxın, bu şaquli sözü gördüksə, bunu məsələn öyrənməni təmin etməkdə götürərsiniz. Bu fikir olduğu kimi düşsə, yeni mövzunun tədrisi zamanı əvvəlki dərslə inteqrasiya etmək, bu öyrənməni təmin etməkdədir. Sonra hər hansı bir hadisə danışmaq. Bununla şagirdlərin diqqətini toplamış olacaqsınız. Yəni mövzu ilə bağlı olan abstrakt informasiyanı maksimal dərəcədə vizuallaşdırmağa çalışmaq, informasiyanı yadda saxlamaq üçün abreviaturalardan, qeydlərdən istifadə etmək. Yəni bu informasiyanı yadda saxlamaq üçün abreviaturalardan istifadə etmək deyəndə, məsələn, hər hansı bir informasiyanı siz yadda saxlamaq üçün məsələn, özünüzdə açar məqamlar müəyyənləşdirirsiniz də, daha yaxşı yadda saxlamaq üçün qısa şəkildə özünüzdə açar məqamlar müəyyənləşdirirsiniz. Bax, budur onun açıqlaması. Biliklərin harda istifadə olunub olunmaması ilə bağlı nümunələr göstərmək, qrafik orqanizrlərdən istifadə etmək, müxtəlif cızmaqaralardan, sxemlərdən, qrafik orqanizrlərdən istifadə etmək. Yəni bu mərhələdə öyrənməni təmin etmək mərhələsidir. Yəni burada artıq şagird araşdırma edir, müəllim daha çox fasilitator olur, scaffolding olur. Yəni öyrənmədə şagirdə müəqqəti dəstək, köməklik göstərir. Yəni mövzu ilə bağlı araşdırmalara yönəldə bilər, müxtəlif əlavə resurslarla təmin edə bilər. Yerinə yetirmək üçün tapşırığı ona istiqamət
əlamət verir, qiymətləndirmə rubriki və s. müxtəlif qeydlərdən istifadə etmək, abreviaturalardan, qrafik orqanizerlərdən istifadə etmək. Əsas açar məqamlar bunlardır. Bunları harda gördüksə nə götürəcəyik? Bunları götürəcəyik biz öyrənməni təmin etmək addımında. İndi keçək 6-cı addıma. 6-cı mərhələdə isə deyilir ki, bilik və bacarıqların tətbiqini təmin etməkdir. Yəni burada artıq nədir? Praktiki olaraq şagird tətbiq eləyir, icra etmək, praktik məşğələlər aparmaq, sadə tapşırıqlar. Bir də 9-cu mərhələ ilə bu 6-cı mərhələni müəllimlər qarışdırırlar. İndi 9-cu mərhələni izah verəndə mən sizə bunları fərqləndirmə aparacağam. Yəni bu addımda şagirdlər praktik məsələlərə cəlb olunması şərtdir deyilir. Rollu oyunlardır, simulyasiyalar keçirmək, işin icra olunması təmin etmək, məktəbyanı sahədə çalışmaq, praktik məşğələlər vermək, laboratoriya iş aparmaq, təqdimatlar hazırlamaq və s. Yəni bir sözlə burada artıq bayaqdan məsələn dərsin mövzusunu təqdim etdi, öyrənməni təmin etdi. İndi isə artıq uşaqlar nə edir? Tapşırıqları icra edirlər, tapşırıqları tətbiq edirlər. Və burada yadda saxlayın ki, dərs prosesində tətbiq edirlər uşaqlar, dərs müddətində. Və burada məktəbyanı sahədə çalışmaq. Bu məktəbyanı sahədə çalışmaq sizi çaşdırmasın ki, bu da dərs müddətində olur və hər hansı bir dərslə bağlı tutulan biologiya, kimya aparıblar məktəbyanı həyətdə, orada məktəbyanı sahədə uşaqlara praktik olaraq bir tapşırıq vermiş ola bilər ki, həmin o tapşırığın tətbiqini orada edirlər uşaqlar. Bu artıq dərs prosesində olan bir fəaliyyətdir. 6-cı mərhələ. 7-ci mərhələ isə gəlir orada əks əlaqə qurmaq. Əks əlaqə qurmaq biz bilirik ki, düzgün şəkildə konstruktiv şəkildə verilmiş rəydir. Və rəyi testlərdə qarşınıza çıxar ki, rəy ancaq məsələn dərsin sonunda uşaqlara biz rəy verməliyik. Bu fikir təbii ki, yanlış bir fikirdir. Biz bilirik ki, istənilən vaxtda şagirddən əks əlaqə qurmalıyıq. Yəni tapşırığı icra edərkən, tapşırığı yazarkən uşaqlara yaxınlaşaraq müəllim ona rəy verməlidir. Rəyi də biz bilirik ki, rəy verəndə necə olmalıdır? Konstruktiv rəy olmalıdır. Dekonstruktiv rəy düzgün rəy deyildi. Konstruktiv rəy isə düzgün, aydın, spesifik, dəqiq, şagirdə həssaslıqla çatdırılmalıydı, idraki fəaliyyətə yönəlik olmalıydı, gələcəyə yönümlü olmalıydı, rəyi biz anında verməliydik. Bu kimi xüsusiyyətlər biz rəylə artıq tanışıq, ətraflı şəkildə biz keçmişik rəylə və burada da deyilir ki, qiymətləndirmə meyarlarını əvvəlcədən elan etmək, şagirdə spesifik, konstruktiv vaxtında rəy vermək, şagird fəaliyyətini dəstəkləmək, onların uğurlarını vurğulamaq, yerinə yetirilmiş hər tapşırıqdan sonra məqsədə nə qədər yaxınlaşdıqları ilə maraqlanmaq. Bu xüsusiyyətləri harda gördüksə, götürəcəksiniz 7-ci mərhələ. Sonra isə gəlir burada 8-ci mərhələ, təlim nəticələrinin reallaşdırılma səviyyəsini müəyyənləşdirmək. Bu nədir? Bu artıq biz 2-ci mərhələdə nə keçmişdik? Şagirdlərə təlim nəticələrini elan etmək, düzdürmü? Dərsin əvvəlində biz uşaqlara dərsin məqsədini müəyyənləşdirdik ki, uşaqlar, siz bu dərsin sonunda bu bilik və bacarıqları əldə edəcəksiniz. 8-ci mərhələdə isə artıq onu ölçürlər. Yəni təlim nəticələrini reallaşdırma səviyyəsini müəyyənləşdirmək. Artıq 2-ci mərhələdə qoyulan təlim nəticələrinə şagirdlər çatıbmı, çatmayıbmı, onu artıq müəyyənləşdirir hansı mərhələdə? 8-ci mərhələdə. Təlimin sonunda refleksiya etmək. Təlim məqsədləri ilə müqayisə aparmaq. Təlim məqsədləri ilə müqayisə aparmaq. Baxın, testlərdə qarşınıza çıxar ki, təlim məqsədləri ilə müqayisə aparmaq hansı mərhələnin xüsusiyyətidir? Təbii ki, bu 8-ci mərhələ. Çünki təlim məqsədləri 2-ci mərhələdə biz təlim nəticəsi məqsədi qoymuşduq uşağa və bu mərhələdə isə müqayisə aparırıq ki, uşaq həqiqətən də 2-ci mərhələdə qoyulmuş təlim nəticəsinə, dərsin məqsədinə çatıbmı, çatmayıbmı? Bunu burada yoxlanılmalıdır. Yəni gözlənilən təlim nəticələrinə çatıb-çatmadığını yoxlamaq üçün bu fəaliyyət aparılır. Müxtəlif qiymətləndirmə vasitə və üsullardan istifadə etmək, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirməni təmin etmək, bunlar hamısı aiddir nə? 8-ci mərhələyə. Yəni 8-ci mərhələ qiymətləndirmədir, son ölçüdür, son mərhələdir, qiymətləndirmə mərhələsidir. Gələk ən son mərhələyə isə 9-cu mərhələ. 9-cu mərhələyə isə yəni bayaq deyirəm son mərhələdir. Yəni o formada yox, artıq təlim nəticəsinin qiymətləndirməsidir. Yəni son mərhələ qiymətləndirilir. Və 9-cu mərhələdə isə informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək.
Burada baxın, 6-cı mərhələ ilə bunu qarşılaşdırılmırsınız. Deməli 6-cı mərhələdə dedik ki, tətbiq etməkdir, düzdürmü? 9-cu mərhələdə isə daha çox möhkəmləndirmək. Möhkəmləndirmək isə daha çox ev tapşırığı formasında uşaqlara təqdim olunur. Evdə icra edəcəyi tapşırıqlar biz veririksə, bu 9-cu mərhələsidir. Baxın burada ona görə də məsələn vaxt çatmır. Ona görə də uşaqları ev tapşırığı kimi vermək olar deyir bəzi tapşırıqlar. Amma siz yadda saxlayın ki, 6-cı mərhələdə dərs prosesində sadə tapşırıqlar, dərsdə tətbiq olunan tapşırıqlar 6-cı mərhələ gedir. 9-cu mərhələdə isə möhkəmləndirmə tapşırıqları olur. Bu mərhələ dərsdən sonrakı həyatda keçirilə bilər. Dərsdən sonra, yəni evdə uşaq özü icra etdiyi tapşırıqlar uzun müddətli bir vaxtı əhatə eləyə bilər. Yəni ki, tutalım hər hansı bir layihə işi veririk. Baxın, burada layihə hazırlamaq. Layihə işi bir uzun müddət əhatə eləyir də, düzdürmü? Həmən o layihəni hazırlamaq üçün uzun vaxt tələb olunur şagird üçün. Ona görə bu artıq informasiyanı möhkəmləndirməkdən ötürü verilir. Ev tapşırıqları daha çox yaradıcı və daha çox vaxt tələb edən tapşırıqlar. Testlərdə də görəcəksiniz ki, yaradıcı tapşırıqların verilməsi, vaxt tələb edən tapşırıqların verilməsi, evə verilən tapşırıqlar harada gördünüzsə, gedib götürəcəksiniz. 9-cu mərhələ informasiyanı möhkəmləndirmək, bacarığa çevirmək, esse yazmaq. Tutalım ki, dərsin sonunda uşaqları deyir ki, nə bilim, hər hansı bir dostluqla bağlı esse yaz. Həyatdan öz nümunələr gətirərək, öz həyatda dostundan gedib evdə bunu yazacaq. Esse yazmaq, ümumiləşdirmələr aparmaq və s. Qazanılmış bilik və bacarıqların tətbiqini tapşırmaq. Baxın, qazanılmış bilik və bacarıqların tətbiqini tapşırmaq, bunu artıq 9-cu mərhələ götürəcəksiniz. Testlərdə qarşınıza çıxar. Qazanılmış bilik və bacarıqların tətbiqi hansı mərhələdədir? Bu olacaq bizim 9-cu mərhələ informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək mərhələsi. Bir daha ümumiləşdirək fikirlərimizi. Robert Qane nəzəriyyəsində biz dedik ki, 9 dənə addım, yəni öyrənmənin 9 dənə addımı müəyyənləşdirmişdir. Həmçində bundan əvvəl öyrənməni təsir edən 2 dənə amil, daxili amil, xarici amil. Daxili amillər biz bildik ki, yəni özündə olan, insanın özündə formalaşan, yaddaşdır, qavramadır, istedadıdır, potensialdır, biliyidir, bacarığıdır. Bunlar insanın öz daxili amilləri idi. Xarici amilləri isə sosial mühit, təlim mühiti və müəllim faktoru. Bunlar üzərində daha təzədən danışmıram. Və 9 dənə addım, ardıcıl yadda saxlayırsınız. Şagirdlərin diqqətini dərsə cəlb etdik. Təlim nəticələrini şagirdə elan etdik, ikincisi. Üçüncü, əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırdıq, yəni təkrar. 4-də dərsin mövzusunu təqdim etdik. 5-də öyrənməni təmin etmək, 6-da bilik və bacarıqların tətbiqini təmin etmək, 7-də əks əlaqə qurmaq, 8-də təlim nəticələrini reallaşdırma səviyyəsini müəyyənləşdirmək, 9-da isə informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Bir də burada qeyd olunub ki, bu addımlar bir akademik dərs saatı üçün nəzərdə tutulmamışdır. Bu addımlar sadəcə öyrənmənin şərtlərini təmin edə bilər. Baxın, bu addımları, 9 dənə addımı siz planlaşdırmanızda tətbiq eləyib, yəni bir dərsdə də reallaşdıra bilərsiniz və yaxud da bunlardan bəzilərini də reallaşdıra bilərsiniz. Zaten 9-cu məsələn informasiyanı möhkəmləndirmək, bacarığa çevirmək şagirdə ev tapşırığı formasında veririk. Yəni bu addımları zaten müəllim bu müasir sistemə əsaslanaraq dərsini bu addımlar üzərində, yəni dərsə cəlb etməklə başlayır, nə bilim dərsin təlim nəticəsini şagirdlərə bildirir, köhnə mövzulara istinad edir, dərsin mövzusunu təqdim edir. Yəni bunları zaten hər dərs müəllim öz fəaliyyətində bunları görür. Amma məsələn deyilir ki, bir akademik dərs saatı üçün nəzərdə tutulmamışdır. Mütləqdirmi məsələn 3-cü addımı biz hər dərs yerinə yetirək? Təbii ki, yox. Hər bir müəllimin öz dərsin məqsədinə, planına uyğun şəkildə apara bilər. Dərsi cəlb etdi, təlim nəticəsini şagirdlərə bildirdi. Yəni mütləq şəkildə köhnə mövzulara istinad etməlidirmi? Ola bilər ki, bir mövzuda köhnə mövzulardan sual cavab edər, o bir dərsdə etməz. Yəni bunun mahiyyəti budur. Hər bir müəllim öz planlaşmasına uyğun şəkildə istər bu addımları ardıcıl hamısını yerinə yetirər, istərsə də ki, öz dərsin məqsədinə uyğun başqa üsullardan da istifadə edə bilər. İndi isə bir neçə test nümunəsinə baxaq, sonra yekunlaşdıraq. Deməli, deyilir ki, ikinci sualdan Robert Qane'nin öyrənmənin şərtləri nəzəriyyəsi haqqında verilən fikirlərdən hansı yanlışdır? Yanlış olan fikirlər istənilir bizdən. Bir də deyilir ki, öyrənmənin şərtləri nəzəriyyəsində öyrənməni təmin etmək üçün müəllim şagirdlərin müxtəlifliyini nəzərə alması diferensiallaşmağını təmin edə bilər. Bəli, çünki öyrənmənin şərtlərində biz öyrənməni təmin etmək üçün şagirdlərin müxtəlifliyini, onların öyrənmə tərzlərini hamısını nəzərə alırıq və bu da diferensial təlim nə idi? Hər bir şagird
şagirdin fərqli xüsusiyyətlərinin nəzərə alınması idi. Bu doğru fikirdir. 2-də deyilir ki, öyrənməni təmin etmək üçün müəllim şaquli inteqrasiyadan istifadə edə bilər. Bəli, şaquli inteqrasiyadan da, o biri inteqrasiya növlərindən də istifadə edə bilərik. 3-də deyilir ki, öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən dərsin əvvəlində müəllimin şagirdlərə dərsin məqsədini təqdim etməsi vacibdir. Bəli, çünki biz deyirik ki, müəllim dərsin əvvəlində dərsin məqsədini şagirdlərə təqdim etməlidir. 4-də deyilir ki, öyrənmənin şərtləri nəzəriyyəsinə əsasən müəllim yalnız tapşırıqların sonunda şagirdlərlə əks əlaqə qura bilər. Bayaq dərsin izahında da mən sizə demişdim ki, yəni düzgün dirəyi ancaq dərsin tapşırığın sonunda vermək, bu kimi bildim ki, test qarşınıza çıxsa səhv götürəcəksiniz. Ona görə bu yanlış fikirdir. Yalnız dərsin sonunda deyil, tapşırığı işləyən zamanda müəllim yaxınlaşaraq o rəyini verə bilər. 5-də isə deyilir ki, müəllim evə tapşırıq olaraq yaradıcı tapşırıqlar verməsi, bilik və bacarıqların tətbiqini təmin etmək addımını reallaşdırılması ilə bağlıdır. Baxın, bu da yanlış fikirdir. Çünki bayaq mən sizə dedim ki, evə tapşırıq verirsə, evə artıq tapşırıq verirsə, həmçinin də yaradıcı tapşırıqlar vermək, bunların hamısı hansı mərhələyə aid idi? 9-cu mərhələmiz olan informasiyanın möhkəmləndirilməsi, bacarığa çevrilməsi mərhələsinə aiddir. Deməli, bizdən yanlış olan fikirlər 4 ilə 5 cavabımız olacaq D variantı. Sonra baxaq 22-ci suala. 22-ci sualda deyilir ki, təlim məqsədləri ilə müqayisə aparmaq Qanyenin öyrənmənin səmərəli təşkili üçün hansı addıma aid edilir? Baxın, mən sizə bayaq da demişdim ki, təlim məqsədləri ilə müqayisə aparmaq varsa, bu hansı mərhələyə idi? Artıq təlim nəticələrinin reallaşdırılma səviyyəsini müəyyənləşdirmək 8-ci mərhələmizlə əlaqəli idi. Yəni 2-ci mərhələdə təlim nəticələrini şagirdlərə elan edirdik. 8-ci mərhələdə isə həmin o təlim məqsədləri ilə müqayisə aparırdıq ki, uşaqlar 2-ci mərhələdə qoyulan təlim nəticələrinə çatıbmı, çatmayıbmı, onu ortaya çıxardırdıq. 23-cü sualda isə deyilir ki, şagirdlər dərs zamanı öyrəndiklərini həyata keçirirsə, deməli dərsdə tətbiq eləyir bunu, düzdürmü? Evə tapşırıq formasında verməmişik. Dərs zamanı öyrəndiklərini həyata keçirirsə, bu zaman hansı addım olacaq? Hansı addım olacaq? Siz özünüz cavablandırın. Bilik və bacarıqların tətbiqini təmin etmək 6-cı mərhələmiz olur. Sonra baxaq 14-cü suala. Deyilir ki, dərsin sonraki mərhələlərinin səmərəli təşkilində mühüm rol oynayır. Düşündürücü suallar vermək, hər hansı bir şəkillərdən, əyani vəsaitlərdən istifadə etmək, maraqlı hadisələr danışmaq və s. yollarla təşkil olunur. Hansı mərhələdir? Təbii ki, bu motivasiya mərhələsi, şagirdlərin diqqətini dərsə cəlb etmək A variantı. Sonra baxaq bu suala. 17-ci sualda deyilir ki, müəllim ailə büdcəsi mövzusuna uyğun olaraq pulu düzgün xərcləməməyin büdcəyə vurduğu ziyanı izah etmək üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Bu fəaliyyət Qanyenin təlimin səmərəli təşkili üçün hansı addıma nümunə ola bilər? Baxın, biz demişdik ki, həyati situasiyalar təqdim edirsə, bu artıq öyrənməni təmin etmək mərhələsində idi. Həmçində diqqəti dərsə cəlb etmə mərhələsində də qarşımıza çıxa bilər. Bu artıq dərsin ilk mərhələsidir. Yəni sinifdəki bütün şagirdlər aktiv şəkildə prosesə cəlb etmək. Hələ yeni mövzunu tədris etməmişəm. Başlanğıcda, yəni ilk mərhələdir. O zaman məsələn onu dərsə cəlb etməyə götürə bilərdik. Situasiyaya fikir verin. Ailə büdcəsi mövzusuna uyğun olaraq pulu düzgün xərclənməməyin büdcəyə vurduğu ziyanı izah etmək üçün şagirdlərə həyati situasiyalar artıq təqdim edir. Burada artıq öyrənməyi təqdim etmək mərhələsinə aiddir. A variantı olacaq. Bu iki dənə suala da baxaq, yekunlaşdıraq. 20-ci sualda deyilir ki, müəllim dərsi keçərkən ümumi nitq hissələrinə aid suallar verir. Əsasən də sifəti və onun xüsusiyyətlərini yada salmalarını istəyir ki, sifətlə ortaq xüsusiyyətləri olan zərfi uşaqlar daha yaxşı anlasın. Bu zaman öyrənmənin hansı addımı da həyata keçirmiş olur. Burada olacaq təbii ki, əvvəlki dərsdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Çünki biz dedik ki, yeni mövzunun tədrisi zamanı əvvəlki bilik və bacarıqlara istinad edilməlidir ki, daha yaxşı şəkildə öyrənə bilsin. C variantı olacaq. 21-ci sualda isə deyilir ki, müəllim dünya dinləri mövzusuna uyğun olaraq şagirdlərə insanların həyatında dinin rolu ilə bağlı araşdırma aparıb esse yazmalarını tapşırır.
Bu tapşırıq hansı addıma nümunə ola bilər? Hansı addıma nümunə ola bilər? Siz özünüz cavabı verin. Təbii ki, biz demişdik ki, layihə hazırlamaq, esse tapşırığı, ümumiləşdirmələr aparmaq hansı addımda idi? İnformasiyanın möhkəmləndirilməsi və bacarığa çevrilməsi. Özünüz də fikirləşin. Yəni dünya dinləri mövzusuna uyğun şagirdləri insanların həyatında dinin rolu ilə bağlı araşdırma aparacaq. Yəni bir dərs müddətində uşaqlar bunu edə bilməz də, araşdırma edib esse yazsınlar. Onu artıq ev tapşırığı formasında uşaqlara verə bilər və bu da möhkəmləndirmə tapşırığı kimi vermiş oluruq. İnformasiyanı möhkəmləndirmək, bacarığa çevirmək. Mövzumuz bu qədər. Ümid edirəm başa düşdünüz. Videonu bəyənməyi, rəy yazmağı unutmayaq. Sağ olun.